Salam müəllimlər. Timin modelləşdirmə bölməsinin suallarına baxaq. Birinci sual. Təqdim olunma formasına görə modellərin növləri. Təqdim olunma formasına görə maddi və informasiya olur. Zaman amilinə görə isə statik və dinamik modellərə bölünür. Modeli yaradılan obyektə necə adlanır? Orijinal yaxud prototip deyilir. Hansı halda modelləşdirmədən istifadə etmək şərt deyil? İnsanın daxili orqanlarının ümumi görünüşünü təsvir etdikdə həll yolu məlum olmayan riyazi məsələlərdir. Elə B variantı. İstifadə sahəsinə görə modellər tədris, elmi, texniki, təcrübi, imitasiya modellərinə bölünür. Yəni E variantı. Biri informasiya modelinin növü deyilir. İnformasiya modeli sözlə, şəkillə, cədvəl, sxem formasında təsvir edə bilərik. Qlobus maddi modeldir. Cədvəl informasiya modelinə aid deyil. Tillər qrafa aiddir. 8-ci sualı cədvəl quraraq həll edək. Bir, 2, 3, 4, 5. Demək, 6-nın 6-ya bir cədvəl. Bir, 2, 3, 4, 5, 6. 1, 4. Yusif, Elşən, Xədicə, Ayan, Turanə. Riyaziyyat, informatika, biologiya, tarix və coğrafiya. Yusif, Xədicə, Elşən isə Ayanla bir sinifdə oxuyur. Yusif Xədicə ilə oxuyur bir sinifdə. Elşən də Ayanla bir sinifdə oxuyurlar. Yusif informatika fənni üzrə olimpiyadaya hazırlaşır. Yusif informatikadır. Digərlərinə çıxıb qoyuruq. Coğrafiya fənni üzrə olimpiyadaya hazırlaşan şagirdin oxuduğu sinifdə olimpiyadaya hazırlaşan başqa şəxs yoxdur. Başqa şəxs yoxdursa, deməli, onda Turanəyə qalır coğrafiya. Çünki Turanə bunlar ikisi bir sinifdə oxuduqlarına görə bir dənə qalır Turanə. Tarix olimpiyadasına hazırlaşan şəxs Elşən ilə sinif yoldaşdır. Elşənin sinif yoldaşı Ayandır. Demək, Ayan tarixə hazırlaşır. Riyaziyyat olimpiyadasına hazırlaşan oğlandır. Oğlandırsa, demək, Elşən riyaziyyata hazırlaşar. Xədicə də biologiyaya hazırlaşmış olar. Yusif informatika, Elşən riyaziyyat, Xədicə biologiya, burada 3 variantda var. Ayan tarix, Turanə coğrafiya. Doğru cavab olar C variantı. 9-cu suala baxaq. Anar, Eltac, Nurlan, Vəkil və İmran yarışda ilk 5 yeri tutdular. Vəkil Eltacdan daha aşağı. Vəkil Eltacdan aşağıdırsa, demək, onda Eltacı bura yazır. Anarda isə daha yüksək yer tutdu. Onda Anarda burada olar. Nə Nurlan, nə də İman Anardan yüksək yer tutmayıblar. İman axırıncı yeri tutmayıbsa, onda axırıncı yeri tutar Nurlan. İman da ondan əvvəl olar. Birinci Eltac, Vəkil, Anar, 4, 5. 1, 2, 3, 4, 5. Elə A variantı doğru cavab. A variantı uyğun gəlir. 10-cu suala nəzər yetirək. Hündürlüyə tullanma üzrə yarışda, demək, bunlar yarışıblar. B birinci olmayıb. Amma A-dan yaxşı nəticə göstərir. B birinci olmayıb, A-dan yaxşı nəticə göstərir. A-nın nəticəsi C-dən daha yaxşıdır. Deməli, onda C-ni bura yazaq.
və C-dən daha aşağıdırsa və B də birinci olmayıbsa, onda bunu birinciyə yaza bilərik. M yalnız E-dən yaxşı nəticə göstərib. Demək, E sonda gəlib, M isə bundan əvvəl gəlib. C yarışda 4-cü olub. 1, 2, 3, 4 olubdur. Onda burada bizim F qalır. 5-ci də olar F. 11. 1, 2, 3, 4. 4 nəfər. Bir, iki, üç, dörd, beş. İki, üç, dörd, beş. Adil, Eldar, Müşfiq, Əliyar. Kafedə toplaşmaq qərarına gəlirlər. İlk olaraq kafeyə, bunları da yazaq, ixtisasların müəllim, mühəndis. İlk olaraq kafeyə sürücü gəldi. Adil və Müşfiq kafeyə birlikdə gəldiyinə görə, deməli, Adillə Müşfiq sürücü deyirlər. Müşfiq çilingər deyil. Müəllim Əliyara zəng edərək yolda tıxacda olduğunu və ona görə gecikdiyini dedi. Demək, onda Adil müəllim deyil, Müşfiq də müəllim deyil və Əliyar da müəllim deyil. Onda Müşfiqə qalır mühəndis. Adil olur çilingər, Əliyar olur sürücü, Eldara da qalır müəllim. Bizdən nə istəyir? Eldar və Müşfiq. Eldar müəllimdir, Müşfiq də mühəndis olar. Yəni, müəllim, mühəndis A variantı. Davam edək. Yenə bir məktəbin 5 dənə məzunu varsa, 6-nın 6-ya bir cədvəl. Bir, iki, üç, dörd, beş, altı. Bir, iki, üç, dörd, beş, altı. Bir məktəbin 5 məzunu var. Kənan, Əli, Mirzə, Məzahir, Azər. Onlardan bəziləri cari ilin, bəziləri əvvəlki illərin məzunlarıdır. Onlar ixtisasdır. Həkim, jurnalist, proqramçı, memar və iqtisadçı. İqtisadçı olan ya Əlidir, ya Mirzə. Demək, Əlidən, Mirzədən ikisindən biri iqtisadçıdır. Proqramçı Mirzə deyil. Mirzə proqramçı deyil. Mirzə və Azər əvvəlki illərin məzunudur. Mirzə və Azər. Əvvəlki illər. Jurnalist əvvəlkinin məzunu deyilsə, deməli onda Mirzə jurnalist deyil, Azər jurnalist deyil. Həkim və memar cari ilin məzunudur. Həkim və memar cari ildirsə, demək Mirzə həkimdə deyil, Azər həkimdə deyil. Və memar. Memar da deyil. Mirzə memar da deyil. Onda Mirzəyə qalır iqtisadçı. Eyni zamanda Azər memar deyil. Onda Azərə qalır proqramçı. Bizdən də Azərin peşəsini istəyirdi. Elə Azərin peşəsi olar proqramçı. 13. 6 dost. Yenə bir dənə cədvəl quraq. 7-nin 7-yə bir cədvəl.
2, 3, 4, 5, 7, 1, 2, 3, 4, bir dəqiqə bizdən nə istəyirdi? Faciə, komediya və melodram. Hə, 3 dənədirsə, bir hesabında. Adları qeyd edək. İlkin, Tahir, Elmir, Nigar, Əli, Azər. Dram dərnəyində faciə, komediya, melodram. Janrlarında olan tamaşalarda rol alıblar. Dostlar rolları 2 nəfər olmaqla məşq edirlər. Tahir və Nigar eyni janrda rol almayıblar. Demək, Tahirlə Nigar. Bunlar eyni deyirlər. Nigar komediya janrında rol alıb. Nigar komediyadırsa, onda Tahir komediya deyil. Əli İlkinlə eyni janrda rol alıblar. Əli ilə İlkin. Bunlar ikisi eyni janrdadır. Elmir Tahirlə eyni janrda rol almayıb. Demək, Elmir də Tahirlə eyni janrda rol almayıb. Tahir melodram janrda rol almayıb. Tahir melodram deyilsə, demək, Tahirə qalır faciə. Elmir də Tahirlə eyni janrda rol almadığına görə, demək, Elmir faciə ola bilməz. Aha. Və Tahirlə Nigar artıq eyni janrda rol ala bilməzlər. Faciə janrında rol alanları müəyyən etməliyik. Bir daha baxaq. Tahir və Nigar eyni janrda rol almayıblar. Tahirlə Nigar. Aha. Nigar komediya janrında rol alıb. Nigar komediyada rol alıbdır. Əli İlkinlə eyni janrda rol alıblar. Əli ilə İlkin eyni janrda olmalıdırlarsa, onda deməli, belə eyni janrdadırlarsa, demək, melodramdadırlar onlar. İlkin də melodramdadır, Əli də melodramdadır. Bunlar ikisi eyni janrda rol alıblar. Qaldı burada, demək, İlkinə bunları açıq qoyaq, Əliyə də. Azər ya faciədədir, ya da komediyadadır. İkisindən birindədir. Bir də baxaq. Tahir melodram janrında rol almayıb, Tahirə melodramda rol almayıb, Tahir faciədədir, bunu tapdıq. Elmir Tahirlə eyni janrda rol almayıb, Elmirlə Tahir eyni janrda deyilsə, onda Elmir komediyadadır, burada rol alıbdır. Burada artıq 2 nəfər olduğuna görə Azərə də qalır faciə. Azərdə faciə. Azərlə Tahir, Tahir və Azər faciə janrında rol alıblar. Demək, cavab olar A variantı. 14. Mağazada müxtəlif rəngli, qırmızı, göy və yaşıl top alan Əsmər, Hikmət və Dəniz Ömər ilə rastlaşdılar. Ömərin kimin topu nə rəngdədir sualına onlar belə cavab verdilər. Aha, gəlin bir dənə də cədvəl quraq. 1, 2, 3, 4 nəfər. Dörd, beş. İndi adlarını qeyd edək. Əsmər, Hikmət,
Dəniz, Ömər. Rəng deməli, toplarımız isə qırmızı, göy, yaşıl. Ömərin deməli, kimin topu nə rəngdədir sualına belə cavab verir. Əsmər, mənim topum qırmızıdır. Yaşıl top isə Hikmətindir. Əsmər deyir, mənim topum qırmızıdır. Yaşıl top Hikmətindir. Hikmətin topu yaşıldır. Hikmət, mənim topum göydür. Yaşıl top Əsmərin. Bircə dəqiqə. Bizdən nə istəyir? Bir dəqiqə. Uşaqların bir dəfə doğru, bir dəfə isə yalan dediyi məlumdursa, onlardan hər birinin topunun rəngini müəyyən edin. İndi baxaq. Bunu buradan da yaza bilərik. Əsmər deyir ki, mənim topum qırmızıdır. Bir dəfə doğru, bir dəfə isə yalan dediyi məlumdur. Uşaqların bir dəfə doğru, bir dəfə. Əgər Əsmər deyir ki, mənim topum qırmızıdır. Bu doğrudursa, yaşıl top Hikmətindir. Bu yalandır. İndi buna bax. Hikmət, mənim topum göydür. Demək onda. Bunun dediyi doğrudursa, yaşıl top Əsmərindir. Bu yalan olar. Dəniz, mənim topum yaşıldır. Əgər buna biz doğru desək, göy top Əsmərindir. Bu yanlış deməliyik. Onda belə olur ki, Əsmərin topu qırmızı olur. Hikmətin topu göy olur. Dənizin topu da yaşıl rəngdə olur. Dənizin topu yaşıl rəngdə olur. Cədvəlsiz bunu həll etmək olar. Əsmər qırmızı, Hikmət göy, dəniz yaşıl. Doğru cavab olar B variantı. On beş. 5 dost Murad, Kamran, Elvin, Rauf və Samir qonşu olaraq 5 mərtəbəli binanın müxtəlif mərtəbələrində yaşayır. Məlumdur ki, Kamran Elvindən daha aşağı, Muraddan isə yuxarı mərtəbədə yaşayır. Demək, Kamran Elvindən daha aşağı. Onda Elvin bundan yuxarıdadır. Muraddan isə yuxarı. Murad da buradadır. Mərtəbədə yaşayır. Nə Rauf, nə Samir Muraddan yuxarı mərtəbədə yaşamır. Demək, aşağı mərtəbədə yaşayır. Samir orta mərtəbədə yaşayır. Onda aşağı mərtəbədə də yaşayar Rauf. Demək, Rauf yaşayar 1-ci mərtəbədə, Samir 2-də, Murad 3-də, Kamran 4-də, Elvin də 5-də yaşamış olar. Yaşadıqlarını müəyyən edin. Rauf 1-də, Elvin 5, Kamran 4, Murad 3, Samir 2, Rauf 1. D variantı uyğun gəlir. 16. Samirin ailəsində 6 nəfər var. Samir, ata, ana, əmi, dayı, bibi. Bibi əmidən böyükdür. Bibi əmidən böyükdür. Amma dayıdan kiçikdir. Onda demək ki, dayı buradadır. Ata anadan böyükdür. Ata anadan böyükdür. Bibi anadan böyük deyil. Bibi anadan böyük deyilsə, deməli, onda ana bibidən böyük olar. Ailədə ən böyük dayıdır. Ailədə ən böyük dayıdır. Demək, dayı ən böyükdür. Sonra ata, ana, bibi, daha sonra da əmi. Ailənin ən kiçiyin Samir olduğunu bilərək, ən kiçik də burada Samirdir. Doğru yaş sıralamanı müəyyən edin. Dayı, ata, ana, bibi, əmi, Samir. Cavab variantı olar A variantı. Davam edək 17-ci sual.
Fərid, Ləman, Rauf, Sevinç və Orxan kinoya baxmaq üçün kinoteatra gedirlər. Onlar birlikdə daxil olur və hərəsi orada müəyyən saatlar keçiriblər. İndi gəlin cədvəlimizi quraq. 1, 2, 3, 4, 5-dirsə 6-nın 6-ya bir cədvəl. Bir, 2, 3, 4, 5, 6 və 1, 2, 3, 4, 5. 5 dənə də saatımız varsa 1, 2, 3, 4, 1, 2, 3, 4, 5. Fərid, Ləman, Rauf, Sevinç, Orxan. Saatlarda 1, 2, 4, 5, 7. Ləman kinoteatrdan hamıdan tez çıxıb. Ləman hamıdan tez çıxıbsa, deməli onda bu 1 saata çıxıbdır. Rauf Orxandan sonra kinoteatrdan ayrılıb. Demək, Rauf Orxandan sonra, əvvəl Orxan çıxıbdır, sonra Rauf çıxıbdır. Sonra Rauf çıxıb. Sevinç hamıdan çox vaxt keçirib. Demək, onda Sevinç 7 saat vaxt keçiribdir. Hamıdan çox vaxt keçirib. Aha. Fərid Ləmandan 3 saat çox kinoteatrda qalıb. Fərid 3 saat çox qalıbsa, onda Ləman bir dəqiqə Fərid Ləmandan, Ləman 1 saata çıxıbsa, Fərid də Ləmandan 3 saat çox qalıbsa, demək 3 saat çox, Ləman 1 saatda 3 saat çox olar 4. Fərid olub 4 saat. 4 saat. Burada çıxma qoyduq. Demək, bizdə qaldı Raufla Orxan. Əvvəlcə Orxan tərk edib, sonra isə Rauf tərk edibdir. Demək, onda Orxan 2 olar, Rauf da olar 5. Bizə nə istəyir? Rauf kinoteatrda neçə saat vaxt keçiribdir? Rauf kinoteatrda 5 saat vaxt keçiribdir. Cavab olar B variantı. 18, 1, 2, 3, 4, 5. Davam edək. 18-ci sual. 1, 2, 3, 4, 5. 5 dənə. 6-nın 6-ya bir cədvəli yenə quraq. Bir, 2, 3, 4, 5. 5 dənə də fakultəmiz var. Bir, 2, 3, 4, 1, 2, 3, 4, 5. A, B, C, D, E. Riyaziyyat, informatika, fizika, tarix, hüquq. Məlumdur ki, B ya fizikada ya da hüquq fakültəsində təhsil alır. Demək, B ya fizikada təhsil alır, ya da hüquqda. İkisindən birində. Bunlara bir dənə çıx qoyaq. D informatika fakültəsində təhsil almır. D və E türkdür. D ilə E. Bunlar türkdülər. Ərəb tələbələr riyaziyyat, fizika, tarixdir. Riyaziyyat ərəbdir, fizika ərəbdir, tarix də ərəbdir. O zaman deyərik ki, bunlar ikisi türk olduğuna görə, bunlar da riyaziyyat deyil, fizika da deyil, tarix də deyirlər. D-yə qalır hüquq. D-yə hüquq qalır. B-yə qalır fizika. B fizika oldu.
E-yə qalır informatika. Bizdən nə istəyirdi? İnformatikanı istəyirdi elə. Kim informatika fakültəsində təhsil alır? E. Cavab olar D variantı. 19. Aygün, Sevinç, Samir, Hacı və Rəşad adlı 5 qrup yoldaşı İsmayılı, Bakı, Tovuz, Goranboy və Quba şəhərlərindədirlər. Demək 5 qrupdursa, bir dənə cədvəlimizi quraq. 1 2 3 4 5 6 1 2 3 4 5 6 Aygün, Sevinç, Samir, Hacı, Rəşad. İsmayıllı, Bakı, Tovuz, Goran da Quba. İndi baxaq, nə deyir bizə. Məlumdur ki, Aygün və Sevinç ilk dəfə Bakıda universitetə qəbul olduqları zaman olublar. Deməli, Aygünlə Sevinç Bakıda olmayıblar. Yəni, onlar deyir, tətili harada keçirəcəklərini planlayırlar. Hacı və Rəşad isə Goranboy və Tovuza heç getməyiblər. Hacı və Rəşad Goranboy ilə Tovuza heç getməyiblər. Samir və Sevinç bir neçə dəfə Quba və Tovuzda olublar. Samirlə Sevinç bir neçə dəfə Qubada, bir də Tovuzda olublar. Samir, Rəşad və Hacı İsmailə heç getmədiklərini dedilər. Samir, Rəşad, bir də Hacı İsmailə heç getmədiklərini dedilər. Hacı həmçinin Qubanı heç görmədiyini bildirdi. Hacı Qubanı da görməyibsə, deməli Hacı onda Bakıdır. Hacıya düşdü Bakı, Rəşada düşər Quba, Samirə Goran, Sevincə İsmayıllı, Tovuza da Aygün. İndi baxaq burada. Hansı şəhərdədirlər? Aygün Tovuzda olmalıdır. Aygün Tovuz D-də başlayır. Sevinç İsmayıllı, Samir Goranboyda, Hacı Bakıda, Rəşad da Qubada. Deməli, doğru cavabımız olar D variantı. 5-ci sualda nə deyir bizə? Daha doğrusu 20-ci sual. 5 şagird Lalə, Orxan, Samirə, Gülçin, Elman məktəbdə keçirilən informatika fənni üzrə bilik yarışında bu yerləri tutublar. Məlumdur ki, Orxan proqramlaşdırma üzrə yüksək səviyyədə biliyə sahib olduğu üçün birincilik onda oldu. Demək, Orxan birinci olub. Orxan birinci olub. Lalə Orxan qədər olmasa da, digər şagirdlərin içərisinin ən yaxşı informatika biliyinə sahib olduğunu nümayiş etdirdi. Onda Orxan qədər deyil və ən yaxşıdırsa, deməli Lalə də olar 2. Sonra, Gülçin nəticəsinə görə Elmanı üstələdi. Bir də baxaq. Demək, Orxan, Lalə. Orxan proqramlaşdırma üzrə yüksək səviyyədə biliyə sahib olduğu üçün birincilik onda oldu. Gülçin və Elman sonuncu deyil. Sonuncu deyil. Burada. Bunlar sonuncu deyirlər. Bunlar sonuncu deyilsə, onda sonuncu bizdə kim qalır? Lalə ilə Orxanı çıxanda Samirə qalır. Samirə deməli 5-cidir. Sonra nə deyir? Lalə Orxan qədər, buranı oxuduq. Gülçin nəticəsinə görə Elmanı üstələdi. Elmanı üstəliyibsə, deməli onda Elman olub 4-də və Gülçin də olub 3-də.
Elma neçənci yeri tutmuşdur? Elma tutub 4-cü yeri. Yəni E variantı. 21. Dostlar Leyla, Murad, Rəşad, Aygün, Vüqar bu heyvanları saxlayırlar və bunların da yaşları var. Cədvəl qurmadan yazsaq, Leyla, Murad, Rəşad, Aygün. Yaş deməli 1, 2-dir, 3. Kimin adını yazmadım? Vüqarın. 4, 5. Heyvanlar it, pişik, tısbağa, kirpi, dovşan. Dostların hər biri bu heyvanları yalnız birini saxlayırlar. Heyvanların içində ən az yaşı olan Rəşadın heyvanıdır. Demək onda Rəşadın heyvanının 1 yaşı var. Rəşadın heyvanı pişik deyil. Aygünün saxladığı kirpi 2 yaşındadır. Aygün 2 yaşında bir dənə kirpi saxlayır. Murad itinə doğulan gündən bu yana 4 ildir ki, qulluq edirsə, deməli onda Murad it saxlayır və bunun da 4 yaşı var. Yaşı ən çox olan heyvan Leylanındır. Leylanın demək heyvanın yaşı 5-dir. Onda Vüqara da qalır 3. Dovşan 3 yaşındadırsa, deməli Vüqar dovşan saxlayır. Muradı tapdıq. Rəşadın heyvanı pişik deyilsə, onda Rəşadın heyvanı tısbağadır. Və pişik də qalır, demək, pişik. Leyla 5 yaşında pişik saxlayır. Bizdən nə istəyirdi? Vüqar hansı heyvanı saxlayır və onun heyvanın neçə yaşı var? Vüqar 3 yaşında dovşan saxlayır. Cavab olar C variantı. 22. Evdən çıxarkən 4 qardaşdan Fuad, Musa, Səlim, Nail hər biri təsadüfən öz telefon və saatını deyil, bir qardaşın telefonunu və digər bir qardaşın isə saatını götürdülər. Hər qardaşın bir telefonu və bir saatı var. Eyni bir qardaşın telefonunu Fuad, saatını Musa götürüb. Demək, hansısa bir qardaşın telefonunu Fuad götürüb. Saatını Musa. Fuadın saatını götürən qardaş Musanın telefonunu götürüb. Fuadın saatı Musanın telefonunu götürüblər. Kim götürüb bilmirik. Səlim Nailin telefonunu götürüb. Səlim Nailin telefonunu götürüb. Aha. Nail kimin telefonunu və kimin saatını götürüb? Onda belə çıxır ki, Nail Fuadın saatı ilə Musanın telefonunu elə Nail götürüb də. Nail də bunlar Fuadın saatını Musanın telefonunu götürmüş olar. Davam edək 23-cü. Əminə, Fəridə, Əzizə, Türkan və Səmanın peşələri deməli verilib. Onların peşəsi memar olan digərlərin ad gününə çağırıb. Yenə bizə cədvəl lazımdır. 1, 2, 3, 4, 5 nəfərdirsə, 5-in 5-ə bir dənə cədvəl quraq. 2, 3, 1, 2, 3, 4, 5-dirsə 6-nın 6-ya. 1, 2, 3, 4, 5, 6. 1, adlara baxaq. 1, 2, 3, 4, bu da 5 dənə verilib. 2, 3, 4 və 5, 6. İndi yazaq buradan adlarını. Əminə, Fəridə, Əzizə, Türkan, Səma.
Modelyer, memar, yazıcı, kimyaçı və geoloq. 1, 2, 3, 4, 5 dənə. Geoloq. Bura artıq oldu. Əminə ad gününə, onlardan peşəsi memar olan, demək, memar kimindirsə, digərlərini ad gününə çağırır. Əminə ad gününə hamıdan əvvəl gəlibsə, deməli, onda Əminə memar deyil. Əzizə yazıcı, Səma isə memar deyil. Əzizə yazıcı deyil, Səma memar deyil. Əminə kimyaçıdır, Əminə. Qonaqlardan Türkan modelyerin gəlmədiyini görüb ona zəng vurdu. Demək, onda Türkan modelyer deyil. Türkan modelyer deyil. Əzizə ad günə modelyerdən əvvəl gəlib. Əzizə ad günə modelyerdən əvvəl gəlibsə, deməli, Əzizə modelyer deyil. Eyni zamanda Əzizə memar da deyil. Çünki memar öz ad gününə çağırıbdır. Onda Əzizəyə qalır geoloq. Əzizə geoloq qaldı. Davam edək bir daha. Bizə nə lazımdır? Əzizənin peşəsi lazımdır. Elə Əzizənin peşəsi də geoloqdur. 24. Qırmızı, yaşıl, sarı, göy və çəhrayı rəngli kartların hərəsi 1, 2, 3, 4, 5 rəqəmlərindən yalnız biri ilə nömrələnib. Kartların nömrəsi təkrarlanmır. Məlumdur, sarı kartın nömrəsi ən kiçik deyil və qırmızı kartın nömrəsindən böyükdür. Sarı qırmızıdan böyükdür, deyir. Çəhrayı kartın nömrəsi sarı kartın nömrəsindən böyükdür. Çəhrayı da sarıdan böyükdür. Yaşıl kartın nömrəsi mürəkkəb ədəddir. Yaşıl kartın nömrəsi ya 2 ola bilər, ya da 4 ola bilər. Göy kartın nömrəsi cüt ədəddir və nömrələrin ən böyüyü deyilsə, onda deməli göy 2 olar, yaşıl da olar 4. Göy 2, yaşıl 4. Bizdən də nə istəyir? Onda çəhrayı kart hansı rəqəmlə nömrələnib? 2 ilə 4 çıxdısa, yerdə qaldı 5, 3, 1. Demək, bu 5 olar, bu 3 olar, bu da 1. Çəhrayını istəyir, çəhrayı da olar 5. 25. Bir, 2, 3, 4, 5, 6, 7, 8, 9. 1, 2, 3 dənə də bu lazımdır bizə. Buradan cədvəli quraq. Bir, 2, 3, 4, 5, 6, 7, 8, Maksud, Leyla, Orxan, Paşa, Nigar, Rıza, Sona, Tahir, Zaur. Aha. Sonra Apokalipsis, Titanik, Avatar. Baxaq bizə nə istəyir. Paşa, Orxan, Rıza Titanik filminə baxmayıblar. Paşa, Rıza və Orxan. Tahir, Sona, Zaur Avatar filminə baxmayıblar. Tahir, Sona, Zaur,
Tahir Sonazaur Avatar filminə baxmayıblar. Titanik filminə baxanların sayı Avatar filminə baxanların sayına bir nəfər azdır. Apokalipsis filminə yalnız Paşa və Rıza baxıblar. Paşa, bir də Rıza baxıblar. Yalnız bunlar baxıblar. Deməli, digərləri baxmayıbdır. Onda buna da baxmayıbdır. Rıza buna da baxmayıb. Orxan baxıb Avatara. Sonra bunlar Sona Titanika baxıb, Tahir də, Zaur da. Bu 3 nəfər Titanika baxıbdır. Titanika baxanlar Avatara baxanlardan bir nəfər az olmalıdır. Az olmalıdırsa, onda Nigar bura baxıb. Nigarı da biz bura əlavə etsək 3, burada Leyla, Maqsud 1, 2, 3, 4 nəfər bura baxıb, 3 nəfər də bura baxıbdır. Bir nəfər azdır. Bizdən nə istəyir? Avatar filminə kimlər baxıbdır? Avatar filminə Maqsud, Leyla, Orxan, Nigar. Maqsud, Leyla, Orxan, Nigar. Doğru cavab olar B variantı. 25-də də cavabımız olar B. Belə müəllimlər 25-ə qədər sualların izahına baxdıq. Növbəti videoda da davamı. Sağ olun.